Xüsusən bu tövsiyə, qardaşlar, möminətlərə aiddir, bacılara aiddir. Hər bir bacı tövsiyə edirəm ki, hicabı ilə qürur duymalıdır. Və bilməlidir ki, hicab onun irzinin qorunması üçün ən böyük vəsilədir. Hicab qadının qəlbinin salamatlığı üçün ən böyük vəsilədir. Allah Teala Quran-ı Kərimdə buyurur: "Zəlikə atharu liqulubikum və qulubihin." Hicab geyinmək, pərdə arxasında olmaq, naməhrəmlərdən qıraq durmaq həm sizin qəlbiniz üçün paklıqdır, həm də qadınların qəlbləri üçün. Və qadın hicabı ilə qürur duymalıdır. Çünki onun ən böyük əxlaq sahibi olmasını bildirir. Qadın hicabı ilə qürur duymalıdır. Çünki onun iffətli olmağının ən böyük əlamətlərindən biri budur. Qadın hicabı ilə qürur duymalıdır. Çünki onun qeyrətli olmağını göstərir bu. Qadın eyni zamanda möminət öz hicabı ilə qürur duymalıdır. Çünki bu onun həyasının ən böyük rəmzidir. Qadın hicabı ilə qürur duymalıdır. Çünki o Rəbbinin, Allahın əmrini yerinə yetirir. Qadın hicabı ilə qürur duymalıdır. Çünki o şeytani olan, şər olan gözlərin qabağını alır. Heç bir bacı, heç bir fitnəkarın, heç bir fəsad daşıyanın sözünə gərək qulaq asmasın. Və hicabda şəri məqsədə fikir versin qadın. Bilsin ki, Allah ona hicablı olmağını əmr edibsə, bunun faydası həmin qadının özünədir. Onun iffətli, əxlaqlı, namuslu, qeyrətli, şərəfli olmasının əlamətlərindəndir. Kişilər də yardım etsin zövcələrinə hicab məsələsində. Fitnəkarlardan uzaq saxlasın. Çünki bugünkü gündə, qardaşlar, hicaba qarşı böyük propagandalar gedir. Qadınların hicablarını soyunmasını tələb edilən mətləblər və hilələr var, planlar tökülür. Və birbaşa çıxardılmamasıdır bu. Dar hicablar, gödək hicablar, nazik hicablar kimi şeylərlə qadınları yavaş-yavaş hicabdan çıxartmaq istəyirlər. Ona görə ey möminət qadın, ey Allaha və onun Rasuluna inanan qadın, bilginlə ki, hicab sadəcə bir libas deyil. O həmçinin sənin irzindir, həmçinin sənin iffətin, həmçinin sənin namusun, həmçinin sənin həyan və sənin qeyrətin və şərəfindir. Bunu əldən qoyma ginin. İxlasla.com saytı tərəfindən təqdim olundu.